tədbirimiz ekolog, ətraf mühitin qorunması, çirkabların qorunması, hava, torpaq, su bununla bağlıdır. Bununla bağlı sizin tədbiri Anilət xanım təşkil edir. Buyurun Anilət xanım. Salam, hər birinizi salamlayıram, xoş gördük. Milli rayon ərazi icra nümayəndəsinə və bələdiyyəsinə, İnşi rayon icra hakimiyyətinə tərəf təşəkkürümü bildirirəm ki, bugün Milli kəndində bu tədbirin keçirilməsinə bizə dəstək göstərdilər və sizlərlə görüşməyimiz üçün bizə həm məkan, həm vaxt təyin elədilər, görüşdürdülər. Bunun üçün dərin təşəkkürümü bildirirəm. Əslində təqdimat eləsəm, mən özüm də Milli kəndindənəm. Əslində köküm Millidəndir, Miriyev Nizaminin qızıyam, Miriyeva Aynurə. Və buradan olsa bu kəndə gəlib getməsəm də, amma kökümüz, əslimiz buradan da ellilik bir obadanıq. Bəli, İmişli rayonunda ümumiyyətlə mən sosial layihələrdə işləmişəm. Elə 18-19 yaşımdan bu yana qədər bir 25 illik iş təcrübəm var ki, sosial layihələrdə işləmişəm. Məcburi köçkünlərin maliyyə dəstəyi göstərilib, onlardan hansı bir qida dəstəyi göstərilmiş, sosial layihələr eləmişik. Hal-hazırda ise 2 yıla yakındır ki, artıq mən ekolog, ətraf mühitin qorunmasına yardım, ictimai birliyin sərvis bir fəaliyyət göstərirəm. Keçən ildə İnşi rayon tərəflərdə COP29-la bağlı tədbirlər keçmişdik. Bu il isə məişət kullanıcıların bütün idarə olmasıyla bağlı təşəbbüslər layihəsi həyata keçirdik. Bu da Azərbaycan Respublikasının qeyri-hükümət təşkilatlarına dövlət dəstəyinin maliyyə dəstəyi ilə həyata keçirilir və bununla da bağlı bir qeyri-hükümət təşkilatlarına dövlət dəstəyi agentliyinə dərin təşəkkürümüzü bildiririk ki, bizə bir imkan yaradır ki, rayonumuzda, kəndlərimizdə bu təşəbbüsləri həyata keçirməkdə öz fəaliyyətlərimizi, öz töhfələrimizi verək. İstərdim Milli Kəndin ərazi icra nümayəndəsi üzrə sözünü desin və sonra da biz seminarımıza başlayaq. Hoş geldiniz. Tədbir sürüyəcək ki, lazımlı tədbirdir, əhali marifləmizlərdə bu tədbiri tədbir edir. Onun üçün bütün bir yerdə əhalinin mariflənməsi bir yerdə gələcəkdə təmizliyin hər şeyi bizlik əməliyyatı kömək edir. Bunun üçün qarşıda sürməkdə istəyirlər. Təşəkkür ederim. Hoş geldiniz ilçəndə. Hoş gördük. Bizim kəndinizə bu tədbiri salmamızdan təşəkkür edirəm. İştirakçılara da çox sağ olun deyirəm ki, bizim sözü yerə salmışlar. Hər birisi təşəkkür edirəm. Uğurlar olsun. Oldu, çox sağ olun. Demək, belə başlayaq ki, mən buradan müəllim deyiləm, qədər siz şagird deyirsiniz, hamımız müzakirəli şəkildə bir-birimizlə, yəni əlavə suallarınız olarsa, hər hansı bir təklifiniz olarsa, xahiş edirəm ki, öz fikrinizi bildirəsiniz və bizim bu layihəni biz hazırlayıb agentliyə təqdim etdikdə bizim əsas məqsədimiz, hədəfimiz o idi ki, təlimləri və tədqiqatları etdiyimiz, seminar keçirdiyimiz kəndlər üçün zibil qruplarda, fərqli zibil qruplarda hədiyyə edək. Lakin maliyyə dəstəyi çox olmadığına görə bizdə artıq o zibil qruplarını hədiyyə etmək prosesi içərisində dayandırdılar ki, növbəti layihələrdə buna baxılar. Və bu baxımdan da mən yalnız təbliğat və təşviqat yönündə gedəcəyik. İstərdim hər kəs özünü əvvəlcədən ad soyadını desin ki, qiyabi də olsaq belə tanıyın, biz qeydiyyatdan keçirsiniz, amma qeydiyyatdan keçməyə baxmayaraq istəyərdim ki, ən azından sizin də adınızı, soyadınızı öz dilinizdən eşidən və həyatınızdan çıxarmaq istədiyiniz hansı tullantı var, məsələn, məişət tullantısı var ki, istəyirsiniz ki, ümumiyyətlə heç o olmasın həyatda. Kimdən başlayaq? Plastik torbalar. Ad soyad nədir sizə? Məmmədov fikir etmədim. Taxmayın, əyləşin yerdən hər kəs desin. Bəli. Kalafan torbaları mən istəyərdim, bu kağız torbaları var. Yaxşı. Laf yaxşı. Plastik pulkalar Hüseyin əməli olsa daha yaxşı. Əla, ad soyadınız nədir? Hüseyin Əfayqəmdən olur. Aha. Əslində bu böyük problemdir, tullantıların idarə olunması. Amma baxıram ki, elə neçə illərdir, mən özüm çox işləmişəm, qeyri-hükümət təşkilatları ilə cimarətdə olmuşam, çox təlimlərdə olmuşam. Yəni bununla mən anlayışım var, çox geniş danışa bilərəm. Amma ki, bu kənd yerlərində böyük problemdir. O tullantılar tapmağa bir yer tapmalıdır. O məsələ işləndirdi. Yəni, biraz Şarminay marşına Düşək kəndində, Milli kəndin içərisində, yolun qıraqlarında bir neçə yerdə biz o tullantıları görəcəyik. Nə qədər təbliğat aparılır, nə qədər deyilir, nə qədər xeyir yox, başa düşən düşür, düşməyən düşür. Kimin maşını varsa var,
Hanım, kimin maşını varsa, yığır salafana, müşoka, atır maşının dalına. Aparı şəkərdə odun qabına, atır cımın qabına çıxıb gəl. Kimin maşını durub baxır beləsinə. Ya bu quyu qazır, quyuya bastırır. Nədirsə, Sizdə ad soyad nə? Zeynalov Güdürəm. Xanım? Mülkər var. Aha. Mən də sizin fikirlə razıyam. Yəqin ki, hər kəs bu işlə zamlan, yəni təşəbbüs görsəsə daha gözəl olur. Hər kəs təmizləyərək yetirəsə daha gözəl olur, anlamlı olur. Elə. Həyatınızdan çıxartmaq istədiyiniz bir hansıdır? Tullantı. Elə baxdan sükutin hamısını. Elə yəqin ki, yəni ona nə aidsə olar. Aha, sağ olun. Siz? Bütün tullantılarını istədim ki, olmasın da tullantılar zibil. Alın. Yatasız ailədə görürüz ki, hər yer tərtəmizdir. Ad soyad nə idi? Əhməd Bakanlı. Aha, laf yaxşı. Siz xanım? Hüseynova Məlikə. Aha, Məlikə xanım, siz nə istəyirsiniz? Istəyirəm ki, yollara zibil atılmasın. Aha, laf yaxşı. Əla, gözəl təşəbbüs. Mən də Əhmədovaya edirəm. Sizin o zibil qutuları məsələsi bizə də Hər tutasınız, inşallah olar. həqiqətən də bizdə problem. Həqiqətən problem. Bilmirik zibilləri var. Əslində yalnız otaqlarıdır, salafanlardır. Yəni, bir də yazımız var ki, o sizin o gələn layihələr orada biz nəzərdə tutulur. Özdəki toxunur. Laf yaxşı. Əla, siz xanım? Qulaq asaq da xanım. Qulaq asaq, xanımların səsi yavaş gəlir. Ona görə də səsimiz bastırır. Qaldı Bütün olur. salafanlar yox olsun, zibil Aha, plastik torbaları yox olmaq istəyirsiniz. Siz xanım? Mən Babaşova Fərqanə, Dərəli Kənd Kitabxanası Aha, laf yaxşı. işləyirəm. Mən də fikirlərlə razıyam. Bütün tullantılar istəmirəm olsun. Ən əsası da siqaret, küləkləri, siqaret qutuları istədikləri yerə atılır. Bu zibil yeşikləri dedici, o təşkil olunsa daha yaxşı olar ki, yığılıb atarlar. Yığıb otlayırıq, düzdür həyatımızda mən təmizlik sevən insanam. Onda tüsüsü aləmə yayılır. Qonşu toxular olur. Hə, görsən arada qonşularla narazılıq bilir. Tez-tez həftədə bir dəfə yandırlar. Çox şükür. Amma istəyərəm ki, bütün tullantılar harasa bir yığılsın, aparılsın. olsa çox gözəl olur. Aha. Nə istəyirsən ki, olmasın? Plastik sudan olmasın. Keçdik gənclərimizə, arxalıqda olanlar. Bəli. Danışarıq. Aha, siz arzuya? Rauf. Rauf. Aha, sən həyatından nəyin yox olmasını istəyirsən, zibillərdən, məişət tullantılarından. Biraz tez-tez eləyək, davam eləyək ki, hava da istidir, tez. Aha. Ha, salafan paketlər, plastik torbalar. Ad soyad? Əsədov Mərzun. Mərzun. Plastik kutular. Ha, plastik kutular. Sonra? Aha. Zibillərin hamısı istəyirsən. Biraz möhkəm danışın. Qəhvələr çox mübariz. Tullantıları atmaq üçün zibil qablar olsa xüsusi. Əla. Gözəl. Xəzər əsəd. Xəzər? Aha. Zibilləri aradan qalır. Zibillərin arada qalır. Bəs həyatında hansı zibil tullantının yox olmasını istəyirsən? Heç ümumiyyətlə olmasın. Plastik qablar. Biraz möhkəm. Əsəd sadə iqbal. İqbal. Aha. Plastik qabların təbiəti atılmaması. Plastik qabların Təbiəti atılmaması. təbiəti atılmaması. Əla. Hüseynzadə şəhər. Aha. Salafanların təbiəti. Aha. Xəyyam. Mirzəzadə. Nə gözəl adın var, nə gözəl familiyan var. Aha. Plastik qablar. Plastik qablar. Əli Məmmədli. Biraz möhkəm danış. Qalib ölkənin qalib olmusan. Məmmədli Əli salafanlar. Salafanlar. Salafanlar, plastik torbalar. Aha. Sonra? Əhmədli Müsəbbir adı. Salafanlar, plastik qablar olmasa yaxşı. Aha, əla. Başqa? Başqa da paketlər var. Paketlər. Aha. Məmişliklər elə paketlər var. Aha, plastik torbaların olmaması. Plastik qablar. Ad soyad nə idi? Qalxadə Cəsur. Xanzadə? Qalxadə Cəsur. Xalzadə Cəsur. Qəşəng adı. Abid zaman, adım Abid. Aha. Əla. Plastik qabların atılmaması. Plastik qabların atılmaması. Aha. Plastik torbalar. Sonra? Plastik
Aha. Əbülfət Zeynallı. Desin görək nə istəyər həyatında olmasın, hansı məişət olmasın? Əvvəla xoş gəlmişsiniz. Xoş gördük. Əbülfət müəllimə ilə bağlı 5 dənə araşdırma məqaləsi var. Əla. Qaran xəbərdə keçənlər yayınlamışıq. Gözəl. Birinci, məhv olmuş balıqlardır. Bəli. Yəni həyatımızdan demək olar səbəbi məlumdur. Zəhərli maddələrin suya atılması, otdan balığın kullanılması, eyni zamanda qum karyerləri, Allah aşkına qum karyerləri ləğv edilər, amma birlər durur. İkinci məqaləmiz şüaların, fabriklərdən, zavodlardan yayınlanan şüaların günəş şüasının qarşısını almaq. İndi gəl çıxanda baxsınız, görürsünüz ki, vaxtı ilə yamyaşıl olan ərazilərdə nə qədər çinar, söyüd ağacları quruyub. Bu canlıları müşahidə edilir. Əvvəllər bir şey yoxdur. Üçüncüsü, yadımdan çıxıb o nə idi? Amma ümumiyyətlə ləğv eləmək istədiyim dənizə atılan neft tullantılardır ki, bu da suyun üzərində tutur. Bildir ki, yer kürəsinin ağaclardan çox dənizdə olan yosunlar oksigenlə təmin edir və suyun üzərinin neft qatı ilə örtülməsi ya da neft bulaşıqları ilə örtülməsi o yosunların yekunda məhzinə səbəbdir. Bu da oksigen təminatının azalması gətirib çıxarır. Yəni olsa da əgər belə nətərdir, başqa ölkələrdə olduğu kimi, başqa ərazilərdə olduğu kimi ciddi şəkildə buna əməl edilir. Zavod fabriklərdən çıxan tüstülərdir. Sonra yanacağın tərkibinin normal olmaması, avtomobillərdən çıxan tüstülərin artmasına səbəb olur. Bu da eyni zamanda ekologiyanın korunmasına səbəbdir. Avtomatik olaraq bunlar yerinə yetirsə, uşaqların dediyi, çox gözəl vurguladıqları salafan paketlərdir, hansı ki, həm quruda, həm suda canlıların məhzinə səbəbdir. Eyni zamanda kapın qollardır ki, vaxtının dediyə hamı alıb 10 kilometrlərlə istifadə edir, sizi çox qalmışdır. Bu şeyləri ləbzələmək istəyər. Bizə dəstək Araz mənim. Araz mənim. Salafan paketlərində istəyərdim. Yəni əvvəllər, biz uşaq olanda da bazar setması deyilən setkalarda boy-boyuna əvəzələnmək mümkündür. Və yaxud da ki, belə deyək, su qabları, məsələn, karbon qablarla əvəzələnmək mümkündür. Biz bu vəsait çox tələb edirik, amma yenə deyək ki, heç olmasa təbiətimiz təmiz qalır. Şüşə də olur. Şüşə qablar, geri dönüşüm. Şüşələr də atılmağa yeri yoxdur. Son iki nəfər Qasımlı alət. Metal su qabları. plastik qabları plastik torbalardır və plastik su qablardır. Bizim də hazırda yenə dediyim kimi gəncləri və bir çox da məlum məsələdir ki, məişət işlərində ən çox əmək töhfəsi olan, ən çox əziyyət çəkən, mütəmadi olaraq gündəlik ev işləri ilə məşğul olub, tullantıları toplayıb həyətə yığan kimdir? Xanımlarımızdır. Və həmin o tullantıları da həyətdən yığıb aparan kimdir? Kişilərimizdir. Bir də belə deyək ki, amma bəzən də elə olur ki, xanımın biri burada qeyd elədi, dedi ki, bəs mən hər həftə tullantıları toplayıram bir yerə və yandırıram, hətta ondan pis qoxular qonşularla narahat edir. Amma belə deyək, qoxu qonşuları narahat edirlər. Son dönəmlərdə farklı yerlərdə və yəqin ki, son 20 il ərzində olar ki, ən çox insanlar nədən əziyyət çəkirlər? Onkoloji xəstəliklərdən əziyyət çəkirlər, bronkial xəstəliklərdən əziyyət çəkirlər. Bu mütəmadi olaraq həkimlərə gedir, dərmanlar alınır, dərmanlar istifadə olunur və bu xəstəliklərin də artmasının, yayılmasının dolayı yolda səbəbkarı biz özümüzdür. Həm plastik tullantıları yandırırıq, onun tüstüsünü havaya veririk. O havada gəlir bizim ciyərlərimizə dolur və ciyərlərimizə dolduqdan sonra xəstəliklər yaranır. Yaxud belə deyək ki, kənd təsərrüfatında əkinçiliklə məşğul olur və orada azotları, gübrələri səpəndən sonra həmin o qabı elə kanala arxa atırıq. O arxa da həmin o dərman suya qarışır. Suya qarışdıqdan sonra onu gətirib məişətdə istifadə edirik və məişətdə istifadə olunduqca dolayı yolla da demək olsa, həmin zəhər hara gedir, yenə bizim orqanizmimizə gedir və oradan da xəstəliklər yaranır. Bizim hazırda belə deyək, mən bildiyim qədərlə imişlər
poligon var, amma poligon belə deyək ki, qane eləmirlər. Kənd ərazilərdə tullantılar çox olduğuna görə həm onun oraya gəlib daşınması, eləməsi bir çox kənd yerlərində bu tullantılardan istifadə olunur və onlar gedib toplanır. Məişət tullantılarına gəldikdə, məişət tullantılarının 5 növü var. Bunlardan biri üzvü tullantılardır. Yəqin ki, burada bizim müəllim olanlarımız da var və onlar da bilirlər ki, üzvü tullantılar, bioloji tullantılar hansılardır. Sonra təkrar emal oluna bilən tullantılar var ki, bunlar da quru məhsullar gedir. Təhlükəli məişət tullantıları dediyimiz kimi dərman qablarıdır, plastik qutlar, borlardır. Sonra elektron tullantılar var, məsələn, batareyadır. Batareyadan başqa da hətta belə deyək ki, biz balaca uşaq olanda termometrləri istifadə edirik və onun içərisindən civə tutuyoruz. Deyirlər ki, çox təhlükəlidir, onu istifadə eləmək olmaz. Xüsusi onun məhv edilmə versiyası var. Və qeyri-həzmli, iri qabarıcı tullantılardır. Bunlar da gedir məişət əşyalar, hansı ki, mebellərdir, digər, məsələn, avtomobildir, filandır, bilən, bunlardır. Və ətraf mühitə, sağlamlığa zərər verən, Əbüsət müəllim çox geniş danışdı, burada qəşəng də izah elədi ki, zərər verənlər nələrdir? Bunlardan sənaye müəssisələrdir, hansı ki, zavodlar, fabriklər işləyir və onların tüstüləri havaya qaldır, havadan da gəlir, bizə bədənimizə, orqanizmimizə verir. Sonra yanacaqların yandırılmasıdır, bunlar da təhlükəlidir, hava çirklənməsinə təsir göstərir. Nəqliyyat vasitələrinin mütəmadi olaraq istifadə olunur və orada benzindən yaranan tüstülərdir ki, bunlardan havanın çirklənməsinə səbəb olur. Və su çirklənməsinə səbəb olan nələr? Suyun çirklənməsinə səbəb olan nələr? Suyu nə çirklənir? Axdığımız suyu kanalizasiyası var, axır kimyəvi maddələr verir. Torpaqlar səni çirkləndirir bəs? Elə torpaqlar çirkləndirir. Pestisitlər çirkləndirir. Sonra torpaqlar, ağır metallar çirkləndirir, məişət tullantıları çirkləndirir. Meşələrin qırılması bəs? Meşələrin qırılması. Qərara gəldiyi bir şey hissəsini götürdü, əkin topladı. Tabii ərazi kapitalisti olsun, burada hakim görür. İkincisi, parkın olmasını başına hava İkincisi, gel onu söyleyelim ki, yok, dedim burada danışarlar. Ayda biz 2 dəfə, 30 manat verir. Bələdiyyə seçkidə başlayır. 30 manat verir, təmizlətdirlər, axşam saat tıraşdır. Görürsən ki, bir sudan olur. Suyu verir, maşınlar, bunlar yox. Yoldan geçiyor. Yəni, mən də istəyərəm ki, rəhsiyyəti aparatını işçilərini, maşınlarından keçirlər, deməsin ki, rahat olur. Yolun kənarı var. 3 dəfə pulunu təmizlətdirlər, 90. Yəni, 2 keçirəm çıxlar. Bizim yaxşı, qulaq asılır. Video açmışlar, baraca mini video. Həmin mini videoda belə yoxdur. Sürücü gedir, ərabatda belə gəlir üstülər, xanımlar, hər yesinə çəkilir. Bir belə maşına atırlar, 4 dənə ilk yaxşı atlar qayıtır, götürürlər bunlar. Bu da sürücülər var. Münasibətindən necə mərkələr? İşte də paylaşır. İlk götürürlər, aparlatırsa, yürürsünlər. Yəni, adam atır yerə, müsətli yerə. Yəni, əhali hansı bu yerə? Burada olsun, adam
gözüm qarşı. Bax, mən uşaqlar başlayanda sigareti çəkəndən sonra yapmışdım ortasında. Bu bizim qusura atıram. Bir insan deyəmlər ki, sigareti yeri atmışlar. Ama sigaret de sağlamlığımıza... Yok, çəkilə. Ancaq görəm 100 metrdə zibil sular atır. Dəyəcək isə, bayır, görmüşəm, sənə astı, özü təmizləkdə deyilsə, qısqanı belə atdığım var. Və bağırmışım. Yəni, zibil kim tökür? Evimizdə, bax, orası sularında hansısa, bax, köyün oraya su alırlar. Su atırlar, özlərinin asılı olmadan, köyün atırlar belə. Mən də atırım gələn zibil yeri, sağlamı olmalı. Birinci oldu. Bunlar cəhənnəm köyün. Bu yolun dağı təmizlər, cavabına, mağlını boyunca təmizlər. Yolları atıp qarmışsınlar, onları sürərmişslər. Bir sözlər, zibili ata, adamların özləri. Mümkün də. Yəni, sözün uzanmış ki, hamı özünün özündə bir qədər dərin tutulur. Hər kəs İqlim ətraf mühitə və sağlamlığa təsir edən, zərər edən nədir? İqlim dəyişikliyidir. Hansı ki, iqlim dəyişikliyi hal-hazırda biz son 2-3 il olar, 5 il olar ki, artıq iqlim dəyişikliyi biz hiss edirik. Həm havaların gec zamanda qızması, yayın gec gəlməsi, qış havasının belə çox mülayim keçməsi, qarı görmürük ümumiyyətlə, belə deyək ki, sonra bu son dövrlərdə dolular yadır və bunların özləri də ətraf mühitin çirklənməsindən yaranan, əmələ gələn iqlim dəyişikliyi ki, getdikcə bunu daha da çox hiss edəcək. Haradasa 2 gün bundan əvvəl havanın temperaturu olduqca aşağı dərəcədəydi, amma bugün dayanılmaz bir isti var. Bunun özü də bizdə iqlim dəyişikliyinin bir mesajıdır və nümunəsidir. Yaxud da sürətli yağış yağır, qəflətən görürsünüz ki, dəhşətli dərəcədə yağış yağır və yağış da fəsadlar sürəti. Bakıda bu yaxınlarda özünüzdə bəlkə də xəbərlərdən gördünüz ki, nə qədər fəsadlar sürəti. O da anormal yağan yağışların təsirindən olmuşdur. Azərbaycanda qanunvericiliklə bağlı belə götürək deyək ki, qanunvericilik var mı? Bəli, var. İcra olunur mu? Qismən də olsa, həmin o qanunvericilik bəli, işləyir. Amma tam olaraq işləməsə də, ətraf mühitin mühafizəsi haqqında Azərbaycanın qanunvericiliyi var, Respublikasının qanunları var, ekoloji təhlükəsizlik qanunu haqqında Azərbaycan Respublikasının qanunları var, istehsalat və məişət kullantıları haqqında Azərbaycan Respublikasının qanunu var, hansı ki, onlar müəssisələrdə falan istifadə olunur. Sonra torpaq və su, meşə məcəllələri var və ətraf mühitin qorunması barədə, mühafizəsi ilə bağlı beynəlxalq konvensiyalar və sazişlər var, hansılar ki, bunlar da ətraf mühit pozulanda, qüsurlar, ondan sonra nöqsanlar aşkar olunanda istər həbslə olsun, istər cərimələrlə olsun, hansısa vasitələr istifadə olunur burada. Və bizim məsələn öhdəlikləri nədir? Öhdəliklər hansısa bir zavod tikəndə, fabrik tikəndə o qarşısına özləri iş qoyur və deyir ki, mən ətraf mühitin çirklənməsi daha çox ətraf mühitə zərər verməyəcək və onun qarşısını almaq üçün hansısa addımlar atacağım, yaxud kullanıcıların düzgün idarə olunmasında öz töhfəmi verəcəm, ekoloji normalara və standartlara riayət edəcəm və s. Bu sözləri deyirlər. Amma bu müəssisələrin üzərinə düşən, vətəndaş olaraq kənd cəmaatı, kənd insanları hansı öhdəlikləri özlərinə götürür? Bu məsələ biraz sual altındadır. Çünki yenə də dediyimiz kimi birinci təmizlik yerdən başlayır, evin içindən başlayır. Biz evin içərisində olan məişət kullantılarını, lazım olmayan əşyaları, avadanlıqları götürürük, atırıq. Misal üçün, belə deyim ki, mebeldir, köhnəlidir, bir 5 ildən, 10 ildən sonra onu yeniləmək istəyir. Yeniləyəndə nə edirik? Həmin o əşyaları evin içərisində çıxarıb, atırıq çölə. Amma hansı ki, onu aparıya yandırırıq ya başqa bir vasitə kimi istifadə edirik. Amma onu hansısa bir müəssisəyə verə bilərik. Mebel sehləri misal üçün var da, balaca kiçik müəssisələr var. Verə bilərik, onu yenidən can verib, həyat verib qaytara bilərik. Nəsə, belə deyim, bir masa düzəldirə bilər balaca, yaxud bir kiçik stul düzəldirə bilər. Nəsə, yeni bərpa vermək olar bunları. Sonra, yaxud belə deyim, plastik qabları deyirik. Plastik qablar kənd əhalisi nə qədər istifadə edir plastik qabları? Sudur, isti, butulkaları kənara atmaya bilərik. Hansısa bir yer, ərazi üzrə nümayəndəsi, məsələn, binasının yanında mı, yaxud məktəbin həyətində mi? Bir yerdə bir balaca bir qab qoya bilərik, dəmir qutu qoya bilərik. Həmin o plastik butulka
butulkalar ora yığıla bilər. Hansısa bir müəssisə ilə, yaxud mütləq mən dedim, ola bilər ki, Şəki Əzəlovla danışmaq var. Ən çox böyük müəssisədir və sizin kəndidə yaxın ərazisədir. Danışmaq var ki, bizdə hər həftə, məsələn, yaxud ayda 2 dəfə bizdə 200, 300, 500 plastik butulkalar yığılır və həmin o butulkalar biz gətirək sizin müəssisəyə təhsil edək. Siz də onu təkrar emal üçün harasa göndərin, yaxud zərərləşdirmək üçün istifadə edin. Bu da bir təşəbbüs kimi gedir. Yaxud şişə butulkalar, şişə bankalar biz yəqin ki, istifadə edirik. Düzdür, bilən mən hazırlamaqda sual verəndə ki, siz plastik qutular nə edirsiniz? Dedilər ki, içərisində yarpaq yığırır, nəsin başqa vasitələr istifadə edilir. Təkrar istifadəsi onun təhlükəli olduğuna, istifadə olunursa atılmalıdır, amma atmada da hara atılmalıdır, o sual məsələsidir. Ən çox dünya təşəbbüslərdə, dünya praktikasında 3R gedir, İngilis dilində bu. Yəni azalt, yenidən istifadə elə, təkrar emal et. Təkrar emal etdən bağlı bir nümunə kimi dedim, amma yenidən istifadə etdə biz şüşə butulkalardan, şüşə qablar təkrar istifadə edə bilərik, yaxud başqa nə təkrar istifadə edə bilərik? Sizin fikirləriniz var mı bundan bağlı? Bəli, Ümumiyyətlə, salatan qurğular heç istifadə olunmazsa. Bəli, mən Sovet dövründə kağız qurğular. Bəli. Vaxtilə başlayır. Əslində, salafanlarla bağlı xatirinizdə sizə əvvəllər bu mağazalar açılan, mağazalar dedim, mən uşaq vaxtı yazındadır, mənim atam da kağız belə torbalar satıldılar, 10 qəpik, 15 qəpik, bizə bazarda satılırdı, hamı ondan istifadə edirdi, bazara gedirdi, 20 qəpik verirdi, o kağız torbanı alırdı, içərisində meyvəsi falan nə vardı, yığırdı. Ağır olanda Lənkəranlı sonrasından gələn həssiz dəmdirlər vardı, həssiz dəmdirlərdən istifadə edirlər, o da faydalıdır və heç bir belə deyim ki, təbiətdə ziyan vurulur və uzun müddətində gedirdir. Bu böyük marketlər açıldıqdan sonra, xatirinizdə əvvəllər həmin o marketlərdə plastik torbalar pulsuz verilir. Gedirsiniz, onun üçün ödəniş alınmır, mağaza almır. Sonradan bu plastik torbaları həyatdan biraz azaltmaqla, yəni tam istəsək də ucuz məhsul olduğuna görə biz onu həyatımızda çıxara bilmirik. Amma istifadəsini azaltmaq üçün artıq olaraq qiymət qoyurlar. Kiçik torbalar 3 qəpik, böyük torbalar 5 qəpik əlavə pul ödəyirik. Oradan biz götürəndə. Və yanında da başlarda parça torbalar satılır. Bəlkə də bizim belə deyim, yaşlı xanımlarımız bilərlər, əvvəllər məsələn istifadə olunmayan parçalardan zəmbillər dikərlər, istifadə edərlər, yaxud nəsə bir şey indi onu eləmirik. İndi gəldiyimizi ayırdıq ən azından və biraz fikir bölüşdürdük. Yəni, burada olan fikirlər də mənim üçün dəyərli qiymətlidir və bunlar da mən layihə tədbirlərimdə nəzərə alacağım. İnşallah gələcəkdə çalışacağıq ki, nəticəsi olan hər hansı bir dəstək verə biləcəyimiz bir layihəni həyata keçirdək. Hər birinizə dərin təşəkkür bildirirəm. Çox sağ olun. Əlavə sizin sözünüz varsa, buyurun. Bəli, ekoloji layihə, ekoloji birinci növbədə vicdan məsələsidir. Bəli, sizin Azərbaycan qanun veriliyi ilə bağlı məlumatlar var, amma ilk olaraq təmizlik imandır. Böyüklərimizin dediyi kimi, bu vicdan məsələsidir. Heç kimi bilməyəcək, bizən siz yoxar atılmayın. Gəlmir məlumatlarınızın üstən gəlməli. Minnətlərə, bir layihələrin davamlı olsun, uğrarız bol olsun. Ekologiya sahəsi mübahisəli məsələdir. Sıfırdan belə götürək, hər bir sahədə ekologiya var, ətrafları sözü dəstək olaraq mən də deyirəm ki, doğrudan da vicdan məsələsidir. Birinci evimizin içərisindən başlamalıyıq, kəndimizdən başlamalıyıq. Nəsə eləməliyik ki, sonra nəsə tələb edək. İnşallah. Mən də hələ ki təbliğata apardım, sonra tələb edəcəm.